Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkil etdiyi dəyirmi masada peşə birlikləri haqqında və ictimai iştirakçılıq haqqında qanun layihələri müzakirə olunub. Qurumun rəhbəri deputat Azay Quliyev bildirib ki, qanunvericilikdə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı boşluqlar var. Yeni aktlar onların aradan qaldırılmasına yönəlib. Peşə birlikləri haqqında qanun layihəsini Milli Məclisin Əmək Qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev təqdim edib. Peşə gildiyasının statusu strateji məhsul sayılmayan malların ixracı məsələsinin həllinə imkan yaradacaq. Bundan əlavə, qanun layihəsi ictimai təşkilatlara hakimiyyətdə qanuni nümayəndələri olmaq və daha gərəkli ideyaları çevik irəli sürmək imkanları yaradır. Peşə birlikləri 25 və daha çox hüquqi şəxsi birləşdirə bilər. Gildiya nə qədər geniş olsa, bir o qədər nüfuzlu olar. İctimai iştirakçılıq haqqında ikinci qanun layihəsini Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əli Məmməd Nuriyev təqdim edib. Onun fikrincə, bu qanunun qüvvəyə minməsi ilə qərarların qəbulunda ictimaiyyətin rolu artacaq. Eyni zamanda müstəqil ekspertlərin nüfuzu da artacaq. İctimai şuralar, xüsusən də seçkili şuralar hakimiyyətlə institusional dialoqu üçün əlavə stimul qazanacaqlar. İctimai fəallıqla bağlı qanunvericilik aktlarına ciddi yanaşmaq gərəkdir. Bugün Azərbaycanda qəbul olunmuş onlarla humanitar qanun işləmir. Hüquqşünas Aydın Kərimov belə hesab edir. Belə ki, 3 il əvvəl fondların fəaliyyəti haqqında qanun qəbul olunub. Bugün bu mühüm sənədin varlığından yalnız arxiv işçiləri xəbərdardır. İctimaiyyət isə yanlış olaraq fondları QHT-yə aid edir.